Salam hörmətli izləyicilər. Bugün biz 11-ci siniflər üçün həftəlik həm OTK, həm buraxılış imtahanlarına hazırlıq üçün keçirdiyimiz sınav imtahanımıza və suallarına baxacağıq. Qeyd edeyim ki, əgər bu cür imtahanlarda iştirak etmək istəyirsinizsə, aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hər kəsə uğurlar. Başlayaq. Birinci sual. Təzə meyvə quruluqda kütləsinin 80%-ni itirir. 32 kiloqram quru meyvə almaq üçün neçə kiloqram nə qədər təzə meyvə götürmək lazımdır, deyir. Birinci, 80%-ni itirirsə, onda 20% quru meyvə alınır və şərtdə deyir 32 kiloqram alınır. Deməli, 20%-i 32 kiloqramdır. Ümumi meyvənin özü isə 100% götürülməlidir. Təzə x yazacaq burada. Bunun 5 misli buradasa, x-i tapanda daha tez 32-ni 5-ə vurub 160 ala bilərik. Doğru cavab D variantı olacaq. İkinci sual, B çoxluğu A-nın A çoxluğudur. Bu deməkdir ki, A çoxluğu var. Bu A çoxluğunun daxilində bir B çoxluğu var. Və B çoxluğunun elementləri 2, 5'dir. Burada 2 var, bir də 5 var. Bir də A-da olub B-də olmayanlar bu qıraqlardır ki, orada 1 var, 3 var, bir də 4 var. O zaman A çoxluğu, baxın, həmin o 1, 3, 4-dən, bir də daxildə olan B, 2, 5-dən ibarətdir. Yəni doğru cavabımız A variantı olacaq. Üçüncü sualda tərəfləri 24, 25 və 7 olan üçbucağın əvvəlcə 24, 25, 7 olan üçbucaq düzbucaqlı üçbucaqdır. Çünki bu iki tərəfin kvadratının cəmi 24-ün kvadratı ilə 7-in kvadratının cəmi 25-in kvadratıdır. Ona görə bu düzbucaqlı üçbucağı biz qeyd etsək, katetlər 24 və 7-dir, hipotenuzu da 25-dir. Bu üçbucağın kiçik hündürlüyü. Üçbucağın tərəfi ilə hündürlüyü tərs mütənasib olduğu üçün kiçik hündürlük həmişə böyük tərəfə, yəni hipotenuza çəkilmiş hündürlükdür. Buna da h desək. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş hündürlük katetlər hasili 24 vur 7 böl 25 olacaq. Biz də 24-ü 7-yə vurub 25-ə bölsək, 24-ü 7-yə vursaq edəcək 168. 168-in də 25'ə nisbəti 6,72. Yəni doğru cavab B olacaq. Qiymətini tapın. Modul anlayışı hər zaman moduldan müsbət çıxır. Mənfi isə çıxarkən yerlər dəyişir. Yəni burada 2,3 kökün altına salsaq, biz kök altında 5,100-də neçəsə eləyəcək. Önəmli olan odur ki, bu kökün altı modulun daxili mənfi oldu. O zaman yerlər dəyişir. 2,3 çıxır, kök 5 çıxar. 2,2 kök altında 4,84 olduğu üçün bu modulun daxili müsbətdir. Onda olduğu kimi çıxacaq. Kök 5 çıx 2,2. Bunlar islah getsə 2,3-dən 2,2 çıxsaq 0,1. Doğru cavab D variantı. 5-ci sual. Tərəfləri ABC olan üçbucaq. Qeyd edək. A və B tərəflərinin qarşısında yerləşən bucaqlar. Bura A, bura B desəm. A-nın qarşısında yerləşən deyək ki 62, B-nin qarşısında yerləşən 68'dir. O zaman bu da C olsa, C-nin qarşısında yerləşən bucağı tapmaq üçün 180-dən biz iki bucağın cəmini çıxmalıyıq. Yəni 130'u çıxmalıyıq ki, bu da bizə 50 dərəcə verəcək. Bu bucaqda olacaq 50 dərəcə. Və üçbucağın tərəfləri ilə bucaqlar arasında belə bir əlaqə var ki, üçbucaqda böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında kiçik tərəf durur. Yəni burada 68'in qarşısında duran B ən böyükdür. Sonra 62'nin qarşısında duran A böyükdür. Sonra da 50'nin qarşısında duran C böyükdür. Yəni B böyükdür A-dan, o da böyükdür C-dən. Doğru cavab 5-də D olacaq. 6-cı sualda ifadəni sadələşdirəndə surətdəki ifadə kvadratlar fərqi A-3, A+3-dür. Məxrəcdən 3 ortaq qrup çıxacaq, A+3 qalar. Bunlar ixtisara getsə A-3 böl 3, yəni A variantı olar. 7-ci sual, kvadratlar fərqinin düsturudur. Burada 5 çıx 6y kubu, burada bir də 5 plus 6y kubudur. Bu da 5'in kvadratı çıx 6y kubunun kvadratı olur. Yəni 25 çıx 36 y üstü 6. Yəni A variantı olar. Hansı iki ardıcıl tam ədəd arasında yerləşirsə 19,4-dən təxminən kök 4 tam nə qədər çıxar? 4 tam nə qədər də 5 və 4 arasında yerləşir. Doğru cavab B olar 8-ci sualda. 9-cu sualda verilmiş ifadədən x ikisindən A kvadratına ortaq vuruq çıxarsaq qalar A-3
Bu ifadədən isə 9-u çıxarsaq, bax, qabağa mənfi yazsam, baxın olar. Qabaqda mənfi varsa, burada 3 minus a çıxacaq, lakin qabaqdakı mənfiyə görə a minus 3 olacaq. Bu da a minus 3-ü ortaq vuruq çıxarsaq, a kvadratı minus 9 qalar ki, onu da vurğularına ayırsam a minus 3 a plus 3 olar. Bu da bizə kök altında olduğu üçün ifadə a minus 3-ün kvadratı vurulsun a plus 3 qalar. Və a minus 3-ün kvadratından modulda a minus 3 çıxar. Kökün altında bir də a plus 3 olar. Və a minus 3 mənfi və yaxud müsbət olduğu üçün bu şərti yoxlayaq. Bu şərti ödəyən 0-ı yazsam yerinə görərik ki, bu ifadə mənfidir. Modulun daxili mənfidirsə, bayaq dediyimiz kimi olar. Yerlər dəyişir. 3 minus a çıxır buradan. Bir də kökün altında a plus 3. 3 minus a vurulsun kökün altında a plus 3. Y variantı olacaq. 10-cu suala baxaq. ABC üçgənində AY və BY medianların, BD medianların M nöqtəsində kəsişir. BM 6-dır. MY 5-dir. Deyir, AY və BD parçaların uzunluqları cəmi soruşur. Medianlar 2-nin 1-ə nisbətinə kəsişdiyi üçün bu hissə nədirsə, yarısı burada durmalıdır. Onda bu MD 3-dür. Bu hissə nədirsə, yarısı MY'də olmalıdır. O da 5-dirsə, onda burada 10-dur. O zaman BD'nin uzunluğu 9 olar. 6 ilə 3-ün cəmi. AY'nin uzunluğu 10 ilə 5, 15 olar. Bunların da cəmi bizə 24'ü verir. Doğru cavab C olacaq. 11-ci sualı çarpaz vursaq. 5 vurulsun A minus B, yəni 5A minus 5B bərabərdir A plus B'yə. Bunu sola keçirsək 4A bərabərdir 6B'yə. Hər tərəfi 2-yə xısar aparsaq 2A bərabərdir 3B alarıq. Burada A, B'nin əmsalı 3K, B, A'nın əmsalı 2K olur. Və burada nəzərə alsam A plus B, yəni 5K bərabərdir 10-a, K bərabərdir 2-yə. Bizdən A-nı soruşursa 3K-dır, 3-2-nin 6. Doğru cavab Y. Buradan ortaq vuruq kök altında 2-ni çıxarsaq. Qalar kök 5 minus kök 3. Bu 3-ü də kök altında 9 düşünüb kök altında 3-ü ortaq vuruq çıxarsaq. Qalacaq kök 5 plus kök 3. Kök 3-ün kök 2-yə hasilini kök 6 yazaq. Bu da kvadratlar fərqi olduğu üçün kök 5'in kvadratı 5, kök 3'ün kvadratı 3, yəni 2 kök altında 6. D variantı. 13-cü sual. İxtisar olunması üçün emin ala biləcək qiymətlər cəmini tapın. Məxrəci vuruqlarına ayırsam, cəmi 1 hasilini mənfi 2 ilə edilər. 2 mənfi 1 olduğu üçün x minus 2, x plus 1 yazaram. Burada da 4x minus m. İndi şu olar. Birinci halda düşünək ki, bu x minus 2 ilə ixtisar gedir. Onda mən buradan 4'ü çıxarsam, x minus m bölü 4 olar. Burada da x minus 2, x plus 1. Bununla ixtisar getməsi üçün m bölü 4 2 olmalı, m də 8 olmalıdır. Bununla ixtisar getməsi üçün m bölü 4, yəni mənfi m bölü 4 müsbət 1 olmalı, m də mənfi 4 olmalıdır. O zaman m'in ala biləcəyi qiymətlər 8 və mənfi 4'dür. Bunların cəmi müsbət 4 olacaq. 14. Burada 2-2 qruplaşdıracağım. 49'un kvadratı çıxı 29'un kvadratının kvadratlar fərqi kimi. Bir dəfə fərqi 20, bir dəfə cəmi 8, 78 eləyir. Üstə gəl. Bunların fərqi bir dəfə fərqi 20, bir dəfə cəmi 72 eləyir. Məxrəcdə 600. Ortaq vuruq 20'ni çıxarsam, 78 ilə 72'nin cəmi 150 eləyər. Burada da 600. Bu iki sıfırları aparsam, 30 bölünsün 6, yəni 5. Doğru cavabımız 5 olacaq. 15-ci suala baxaq. Uyğun tərəfləri payda olan iki bucaqlardan biri o birinin 80%-dir. Birinə 100x desək, o biri bunun 80%, 80x olar. Və deyir ki, bu bucaqlar uyğun tərəfləri paylayan bucaqlardır. Bərabər olmadığı üçün cəmi 180 olmalıdır. Onda 180x bərabərdir 180'ə götürsəm, x'in qiyməti 1 olar. Böyük bucaq 100x-dir, x da 1 olduğu üçün 100'ə vursaq, elə 100 alarıq. Növbəti sualımız. 16-cı sualın surətdəki ifadəsi x minus 1'in kubudur. Məxrəcdən 2'ni çıxarsaq, x minus 1, x plus 1 kvadratlar fərqi olar. Bölmək tərsinə çevirib vurmaqdır. Bu surətdə olacaq. Bu da x minus 1'in kvadratıdır, o da məxrəcdə olacaq.
Fikir versəz, x-1 ilə x-1-in kvadratı x-1-in kubu eləyər. Bundan ixtisar gedər. Bundan bu ixtisar gedər. Surət 1, məxrəc 2. Yəni 0,5 oldu doğru cavabımız. 17-ci sual. ABC üçbucağında ABC, AB tərəfi 5, BC tərəfi 12-dir və bu bucaq deyir ki, iti bucaqdır. 90-dan kiçikdir. İti bucaq qarşısında duran tərəfin kvadratı digər iki tərəfin kvadratlarının cəmindən kiçik olmalı demişək. Yəni AC-nin kvadratı kiçikdir 169-dan. O zaman AC-nin özü 13-dən kiçik olmalıdır. Bu AC tərəfi isə üçbucaq bərabərsiyinə görə digər iki tərəfin fərqinin modulu, yəni 7-dən böyük olmalıdır. Bu şərti ödəyən ala biləcək tam qiymətləri tapsaq 8, 9, 10, 11 və 12 olacaq. AC tərəfindən ala biləcək tam qiymətlər bunlar olmalıdır. Yəni 1, 2, 3, 4, 5 dənə. Doğru cavab 5 olar. Növbəti sualımızda CD parçasının uzunluğunu bizə 3 cm verib və bizə deyir ki, CD parçası DB-dən 2 dəfə kiçikdir. Onda DB-nin uzunluğu 6-dır. Və deyir ki, AC parçası CB-dən, yəni bu 9-dur. AC bu 9-dan 4 cm böyükdür. Onda buradan bura qədər də 9 plus 4, 13. Bizdən AB-ni soruşur. Buradan bura qədər olan parça 13, 9-un cəmi 22 olacaq. 19-cu sualda. Biz 104 vur 240-ı bu cür yazsaq. Əkob 104 240 vurulsun əbob 104 240. Onda əkob hər birində var deyə ixtisar gedər. Yəni bizdən istənilən əbob 104 və 240 imiş. Bunlar üçün ortaq vuruq mən bunu 104'ü 8 vurulsun 13 yazsam, 8 vurulsun bunu da 30 yazsam, hər birində ortaq olan 8'i çıxarsam, qalar əbob 13 və 30. Bunlar qarşılıq sadələr olduğu üçün əbobu 1'dir, 8'e dəyir, olur 8. 20-ci sualda. Fikir verdiksə şu olar, bu kublar cəminin düsturuna oxşuyur. Onda buradakı A 2'nin kubu olmalıdır, yəni A 8 olmalıdır. Diqqətli olaq, burada B kublar cəmində birincinin kvadratı olurdu, yəni B 9 olurdu. C birincinin ikinci hasil olurdu, 6. Lakin kublar cəmində ortadakı çıxma olması üçün C'nin qiyməti -6 olacaq. D də ikincinin kvadratı olurdu, yəni D də 4 olurdu. Bizdən bunların cəmini istəyir. 8 ilə 9'u cəmləsəm 17, üzərinə 4 gəlsəm 21, 21'dən də bu 6'nı çıxsam 15. Doğru cavab 15 olacaq. 20-ci sualda bu ifadə kök altında birincini və ikinci toplayıb çıxılma olduğu üçün A minus B'nin kvadratı çıx kök 11'in kvadratı. Bu da 11 edir. A minus B, B'ni sola keçirsək A minus B 6 eləyər. 6'nın kvadratı da 36 olar. Ondan da 11 çıxsam 25 olar. 25'dən də kök 5 çıxar. Bərabər yanlı üçbucağın tərəfləri 8 və 20-dirsə, yan tərəfləri təbii ki 20'dir. Üçbucaq bərabərsiyinə görə oturacaq 8'dir. Ən kiçik orta xətt, ən kiçik tərəfə paralel olan budur. Deyir ki, bizdən, burada şu olar hündürlüyü çəkəcək, bizdən bu məsafəni soruşur. Buradan bura qədər olan məsafə. Bu da bu üçbucağın hündürlüyünün yarısıdır. Və yaxud da ki, bura biz 10 deyərik. Bura ümumi 4'dür, burada 2'dir. Bax, bu məsafə x-dirsə, bu məsafə də x-dir. Çünki orta xətt hündürlüyü ilə yarıya bölür. Pifagora görə x kök altında 10'un kvadratı çıx 2'nin kvadratı. Bu da kök altında 10 çıx 2, 8, 10 plus 2, 12. Bunu da 8'i 4 vur 2, 12'ni 4 vur 3 yazsam, bunlardan 16, 4 çıxar, kökün altında 6 olur. Doğru cavab 4 kök 6. 2 ədədin ədədi ortası bu ədədlərin cəminin yarısı olduğu üçün bu ədədlərin cəminə 10. Həndəsi orta kök altda AB-dir, 3 deyir. Onda AB hasili də 9 olur. Və məndən kvadratlar cəmini soruşur. Kvadratlar cəmini biz A plus B'nin kvadratı minus 2AB kimi yazsaq, 10'un kvadratı 100 çıx 2AB. 9'u 2'ye vursam 18. Bu da 82 olur. Doğru cevap 82.
Kesişməsi boş olmayan A və B çoxluqları üçün. A-da olub B-də olmayan 6 element, B-də olub A-da olmayan burada 4 elementdir. Birləşmənin ən kiçik olması üçün orta ən kiçik 0 deyərəm. Lakin kesişməsi boş olmayan deyirsə 1 məcburdan deyim. Yəni ən kiçik 1 olsun. Onda birləşmə bunların cəmi 6 üstə gəl 1 üstə gəl 4. Bu da 11 eləyər. 25-ci sualda deməli surətdəki ifadəni vurub açsaq biz m kvadratı çıxılsın 3m çıx 4m plus 12 məxrəc m kvadratı çıx 6m çıx m plus 6 yazaram. Surətdə qalar m kvadratı minus 7m plus 12 məxrəc m kvadratı minus 7m plus 6 m kvadratı minus 7m 4 olduğu üçün 4 plus 12 bu da 4 plus 6. Yəni surət 16 məxrəc 10 bu da 1,6 verir. Doğru cavab 1,6. Bu qədər uşaqlar, hər kəsə uğurlar. İnşallah növbəti imtahanlarda görüşərik. Sağ olun.